Salam hörmətli yoldaşlar, bu videomuzda sizlərə sertifikasiya imtahanında kurikulumdan düşəcək mövzular haqqında məlumat vermək istəyirəm. Bu mövzuları mən iki hissəyə bölmüşəm. Əsas mövzular və nəzər salmalı olduğumuz mövzular olmaqla. Əsas mövzularımız bizim idrak taksonomiyasıdır. Bildiyimiz kimi bu mövzudan sualların düşmə ehtimalı yüksəkdir. Daha sonra bizdə olacaq idrak taksonomiyası, daha sonra qiymətləndirmə, iş üsulları və formaları. Bunlar imtahanlarda düşmə ehtimalı yüksək olan mövzulardır. Bu mövzulara diqqəti bir qədər artırmalıyıq, daha çox oxumalıyıq. Qeyd edeyim ki, bu mövzular bir vəsaitdən oxumağımız daha effektivdir. Çünki artıq qısa zaman qalıb digər mövzuları oxuyaraq və ya digər müəllimlərin videolarını və ya dərs vəsaitlərini oxumağımız bizdə fikir çaşqınlığı yarada bilər. Çalışmaq lazımdır ki, bir müəllimin metodikasından və bir vəsaitdən oxumağımız yaxşı olar. Daha sonra bizdə sinifin effektiv idarə edilməsidir. Bunlar da əsas mövzulardan hesab edilir və buradan da sualların düşməsi daha yüksək ehtimaldır. Nəzər salmalı olduğumuz mövzulara gəldikdə isə belə deyim sizə, müəllim-şagird, müəllim-valideyn münasibətləridir. Daha sonra bullyingdir, differensial yanaşmadır, inklüziv təhsil nədir? Bu kimi mövzulara da diqqət ayırmaq lazımdır, vaxt ayırmaq lazımdır oxumaq üçün. Çünki bunlardan da sualların düşmə ehtimalı yüksəkdir. Nəyə görə mən deyirəm? Bir müəllimin vəsaitini öyrənmək daha yaxşıdır. Çünki digər mövzuları öyrəndikcə və yaxud üzr istəyirəm, digər mövzuları yox, digər vəsaitlərə nəzər saldıqda artıq bizdə fikir çaşqınlığı yaranır. Belə deyim mən sizə. Niyə? Bunun səbəbini də mən sizə deyim. Çünki hər müəllimin yanaşması, metodikası fərqlidir. Bizdə belə deyim, bir müəllim belə bu mövzunu izah eləmişdi, digəri fərqli formada izah eləmişdi. Avtomatik olaraq beynimizdə çaşqınlıq yaranır. Ona görə də bir vəsait və bir müəllimlə kifayətlənməyimiz indiki vaxtda vacibdir. Təbii ki, yüksək nəticə toplamaq üçün biz bunu arzu etməməliyik, konkret olaraq hədəfimizə çevirməliyik. Hər birinizin də bu hədəflərinizdə uğurlar arzulayıram. İnanıram ki, hər biriniz yüksək nəticə toplayacaqsınız. Bir mövzunu da mən sizə deyim, biliyin növləri və təfəkkürün növləri. Bu mövzularda nəzər salmağınız lazımdır. Çünki imtahanlarda bu mövzulardan da bir sualın düşməsi ehtimal edilir, yüksək ehtimallardan biridir. Sonda isə onu deyə bilərəm ki, videonu bəyənib kanala abunə olsanız şad olaram. Hər birinizə imtahanlarda bir daha uğurlar arzu edirəm. Çox sağ olun.